Sağlam, bugün toyuqlu göbələkli spagetti bişirmişdim. O kadar lezzetli idi ki. Yəni mən sizə evdə elə tarifləri göstərəcəm ki, siz artıq restorana getmək istəməyəcəksiniz. Restoranların bazarını öldürmək qərarına gəlmişəm. Zarafat edirəm təbii ki, amma o kadar lezzetli idi ki, hər kəsə məsləhət görürəm ki, evdə bişirin. Bişirəcəksiniz, uşaqdan böyüyə hər kəs sevəcək və davamlı olaraq bunu bişirmək qərarına gələcəksiniz. Mən göbələkləri yuduqdan sonra belə başları yuxarı olacaq şəkildə suya qoydum təmizlənsin deyə. Daha sonra belə bir video yadıma düşdü ki, biz güya illərdir göbələk səhv təmizləyirmiş, əslində belə təmizlənməlidir falan. Daha sonra düşündüm ki, mən belə eləsəm, geri 500 qram falan mən onu zibilə atım. Mən də ekonomik bir qız olduğumdan, yəni israf eləməyi istəmədiyim içimdən 7 numaradakı Recep çıxdı və belə dedi. O zaman müsrifliğin lüzumu yok. Olsun. Kənarda spagettimi hazırlamışam. Düşündüyüm sizə duz tökməliyəm. Duzu da ki, maşallah daş qoyublar içinə ki, biz onu üyüdək. Mən spagettinin içinə mənim favori ədviyyatım olan sarı kök əlavə edirəm. Düşünürəm ki, yeməyin dadını təyin edən onun görünüşüdür. Mən də makaronun və yaxud da düyünün rəngi narıncı olanda çox bəyənirəm. Göbələk də bişdikdən sonra qazı söndürüb qaymağı əlavə edirik. Qaymaq düşünürəm ki, sərin halda olanda daha dadlı olur. Sizə deyirəm ki, çox ləzzətli idi. Hər kəsə məsləhət görürəm ki, mütləq evdə sınayın. Videonu bəyənib və itirməmək üçün yaddaşa verməyi unutmayın. Sizcə gələn dəfə hansı yeməyi bişirim?